Salam əziz 4-cülər və valideynlər. Bugün mən sizə 4-cü sinif reydit iş dəftərində səhifə 16-dakı tapşırıqları izah edəcəm. Baxaq misal 5-ə. Pozulmuş rəqəmləri bərpa et. Hansı ədədin üzərinə 3 gələndə 5 eləyir? Təbii ki 2-nin üzərinə 3 gələndə bura yazırıq 2. 2-nin üzərinə 3 gələndə eləyəcək 5. 6-nın üzərinə 8 gəlib 14. 4 yazılı və 1 yaddadır. Sonra 7'nin üzerine neçə gəlim ki 8 eləsin, 1 də yadda 9. 7'nin üzerine neçə gəlinə 8 eləyib 1 gələndə. 1 də yaddaydı 9. Sonra 9'un üzerine neçə gələndə sonra 2 ilə bitən ədəd alınır. Bu təbii ki 12 olacaq. 9'un üzerine neçə gələndə 12 eləyəcək 3 gələndə. Burada yazırıq 3. 3'ün üzerine 9 geldim 12. 2 yazırıq 1 yadda. 8'in üzerine 2 10. 1 de yaddaydı 11. 1 yazılıb 1 yadda. 6 1 de yadda 7 de olduğu kimi düşüb aşağı. Daha sonra baxaq ikinciyə. 7'nin üzerine hansı bir ədədi gəliblər. Sonu 1-dən bitən ədəd eləyib. 7'nin üzərinə təbii ki bu 11'dir. 7'nin üzərinə 4 gələndə 11 eləyir. Ona görə buraya yazıram 4. 11 1 yazırıq 1 yadda. Daha sonra 4'ün üzərinə neçədir gəlibsə cavab 7 eləyibdir. Bu əslində 6 imiş. Çünki 1 yaddaydı axı. 7'nin üzərinə 4 gələndə 11 edir. 1 yazıq 1 yadda. Deməli 4'ün üzərinə hansısa bir ədədi gəlməliyəm ki 6 eləsin. 1 də yadda 7. 4'ün üzərinə 2 gələndə 6 eləyir. 1 də yadda 7. Aha 7'nin üzərinə 6 gəlib 13. 3 yazılıb və 1 yaddadır. 6'nın üzerine 8 geldi 14. 1 de yaddaydı elədi 15. 5 yazıram yine 1 yadda. 8'in üzerine hansısa bir ədəd gəlib 16 eləyib. Əslində bu 15 imiş. 1 de yaddaydı axı ona görə də cavab 16 eləyib. 8'in üzerine də 7 gəlib eləyir 15. 1 de yadda 16. Daha sonra 3-cüyə baxaq. 6'nın üzerine hansısa bir ədəd gəlib sonra 0-la bitən ədəd eləyib. 6'nın üzerine 4 gəlinib ki eləyib 10. 0 yazılıb 1 yadda. 9'un üzerine 8 gəlində 17. 1 də yaddaydı 18. 8 yazıldı 1 yadda. 4'ün üzerine 6 gələndə 10. 1 də yadda 11. 1 yazılır 1 yadda. 6'nın üzerine 8 14. 1 də yadda 15. 5 yazılıb 1 yadda. Burada da 8 olmalıdır ki 1 də yadda olsun aşağıya düşüb 9 olsun. Daha sonra 8'in üzerine hansısa bir ədəd gəlinib eləyib cavab 7. Deməli 8'in üzerine 9 gələndə eləyəcək 17. 7 yazılıb 1 yadda. 2'nin üzerine 3 gələndə 5. 1 də yaddaydı 6. 6'nın üzerine 8 gələndə 14. 4 yazılır 1 yadda. 3'ün üzerine hansısa bir ədəd gəlinibdir. Sonu əslində 3 bitibdir. Sonu 2 olmalıdır ki 1 də yaddaydı axı. O da eləsin 3. 3'ün üzərinə 9 gələndə eləyəcək 12. 1 də yaddaydı 13. Ona görə 3 yazılır 1 yadda. 8'in üzərinə 9 17. 1 də yadda 18. 8 yazırıq 1 yadda. 3'ün üzərinə 4 7. 1 də yadda 8. Baxaq misal 6-ya. Ədədləri açıq şəkildə yazmaqla cəmini tapın. 3637. Təkliklər, onluqlar, yüzlüklər minliklərə bölünüb. Neçə dənə minlik var? 3 dənə minlik var, eləyib 3000. Üstə gələk 600, üstə gələk 30, üstə gələk 7. 3 dənə onluq var, eləyib 30. 6 dənə də yüzlük, eləyib 600. İndi 5341-ə baxaq. 5000 üzərinə gələcəm. 3 dənə yüzlük 300. Daha sonra 4 dənə onluq 40 və 1 dənə də təkliyim. Cavablar da toplanır. 3000 üzərinə 5000 yəni 8000. 600-ün üzərinə 300 gələndə eləyəcək cavab 900. 30'un üzərinə 40 gələndə 70. 7'nin üzərinə 1 gələndə 8 eləyir. 8000 üzərinə 900 gəldi. 8900. 8900'un üzərinə 70. 8970. Üzərinə 8 gələndə 8978 eləyəcək. Yəni ümumi cavabımız alınacaq 8978. Daha sonra baxaq ikinciyə. 17385 üzərinə gəlib 81414. Aha. Deməli
Eləcə birincidə 10.000 buraya yazırıq. 1, digərləri 0 olacaq avtomatik. 2 də 4 dənə 0. 1, 2, 3, 4 dənə 0. 10.000 üzərinə 7.000. Daha sonra üzərinə gələcək 300. Üzərinə gələcək 80. Üzərinə də gələcək 5. Digərinə də olacaq 80.000. 80.000. 3 dənə 0. Aha 4. Digəri 4 0. Eləcək 1000. Daha sonra 400. Daha sonra 10. Digəri də 4. İndi bunlar toplanılır. 10.000 üzərinə 80.000 gələndə eləcə buraya 90.000. 90, 1, 2, 3, 0. Aha. 7.000 üzərinə 1000 gələndə eləcək 8.000. 300'ün üzərinə 400, 700. 80'ın üzərinə 10. Bura olacaq 90. Digəri də oldu 9. Ümumi toplayanda 8, 7, daha sonra 9, digəri də 9. 98.799 eləyəcək. Daha sonra baxaq misal 7-yə. Cəmi şifahi tap alt-alta toplamaqla cavabın doğruluğunu yoxla. 2500 üzərinə 800 gələndə cavab eləcə 3300. Gəlin bunu mən şifahi hesabladım beynimdə. İndi gəlin alt-alta hesablayaq. 2500 üzərinə gələcəm 800. Aha, toplayaq 0, 0, 3, 2, 1 deyək də 3. 3300 elədi birinci. İkinciyə baxaq. 35.200'ün üzərinə 6.500 gələcəm. 0'ın üzərinə 0 gəldi. 0, 0, 2'nin üzərinə 5, 7, 6'nın üzərinə 5, 11, 1 yazırıq. 1 ya da 3, 1 deyək də 4. 4700 eləyəcək. Daha sonra baxaq 126.000'in üzərinə 18.000'i gələk. Aha. Baxaq. 126.000 üzərinə də gələcəm 18.000'i. 18.000. Sıfırları topladıq. Daha sonra 6'nın üzərinə 8, 14, 4 yazırıq. 1 ya da 2'nin üzərinə 1, 3, 1 ya da 4. 1 də olduğu kimi düşdü aşağı. 144.000 elədi cavab. Sonra misal 8'ə baxaq. Cəmin tapılmasına yol verən səhvlə müəyyəni toplama əməlini düzgün yerinə yetir. Gəlin görək cəmin tapılmasında hansı səhvlərə yol verilir və biz o səhvləri düzəldik. 5320'nin üzərinə 244 gəlir. Biz bilirik ki, təkliyi alt-alta hesablamada təkliyi təkliyinin altından yazırıq. Onluğu onluğun altından, yüzlüyü yüzlüyü, minliyi də minliyin altından. 5320'də üzərinə 244 gəlinib və bu yanlış yazılıb. Düzgün formatı uşaqlar budur. Çünki 4 təklik 0 təklikdir. O təkliyin altına yazılıb. Digərdə 4 onluqdur. Bu digər 5320'də də 2 dənə onluq var. Sonra 300'lükdür. Digərində də 200'dür. Minliyi yoxdur deyə 244'də. Ona görə minliyin altını boş qoydum. 0'ın üzərinə 4 4. Bir saniyə. 0'ın üzərinə 4, 4. 2'nin üzərinə 4, 6. 3'ün üzərinə 2, 5. Digərdə 5 olduğu kimi düşdü aşağı. 5564 deyəcək. Cavab alınıb 7760 yanlışdır. Daha sonra 18500. Demək bu alt-alta düzgün yazılıb. Yəni yazılış forması düzgündür. Gəlin görə hesablamada nədə səhvi var? 0'ın üzərinə 0 gəlib. 0, 0, 8'in üzərinə 5. Hə, burada sıfırları yazmayıblar. 8'in üzərinə 5, 13. 3 yazırıq. 1 yadda. 8'in üzərinə 7, 15. 1 də yadda 16. 6 yazırıq. 1 yadda. 4'ün üzərinə 1, 5. 1 də yadda 6. 66.300 elədi cavab. Burada sadəcə olaraq sonuna sıfırlar yazılmayıb. 0'ın üzərinə 0 gənə 0 alınır. Ona görə də toplamada aşağıdan yazılmalıdır mütləq. Daha sonra 761.935'in üzərinə
10.883 gəldim. Yazılış forması düzgündür. Gəlin görün necə səhv olur. 5-in üzərinə 3 8 düzdür. 3-ün üzərinə 8 11 1 yazırıq. 1 yadda. 9-un üzərinə 8 17 1 də yaddaydı. 18 bu 7 əvəzi 8 olmalıydı. 1-in üzərinə 0 1 1 də yaddaydı 2 0-ın əvəzinə 2 olmalıdır. Yəni ki, baxın uşaqlar. Deməli, burada 7 yox, üzərinə xətt çəkdim, 8 olmalıdır. Burada da 0 yox, 2 olmalıdır. Daha sonra 6-nın üzərinə 1, 7, burada 8 ya da səhvdir. Vəssalam, digərində 7 olduğu kimi düşüb aşağı. Sonra 272.837-nin üzərinə 65.654.795 gəlibdir. 7-nin üzərinə 5, 12, düz 2 yazılıb, 1 yadda. 9-un üzərinə 3, 12, 1 də yadda 13, 3 yazılıb, düzdür, 1 yadda. 8-in üzərinə 7, 15, 1 də yaddaydı, 16. Bax, bu 5 səhvdir. Bunun yerinə yazılmalıydı 6. 4-ün üzərinə 2, 6, 1 də yadda 7. Bu 6 da səhvdir, orada olacaq 7. 7-nin üzərinə 5, 12, 2 yazılıb, 1 yadda. 6-nın üzərinə 2, 8, 1 də yadda, bu 9 olmalıydı. Daha sonra 168.867-nin üzərinə 751.768 gəlib. 8-in üzərinə 7, 15, 5 yazılıb, 1 yadda. 6-nın üzərinə 6, 12, 1 də yaddaydı axı. Ona görə 13. Bu 2 yanlışdır. 2-nin yerinə 3 olmalıdır. Daha sonra 8-in üzərinə 7, 15, 1 də yaddaydı, 16. Bu 5-in əvəzinə 6 olmalıdır. 8-in üzərinə 1, 9, 1 də yadda 10, 0 yazılıb, 1 yadda. 6-nın üzərinə 5, 11, 1 də yadda 12, 2 yazılır, 1 yadda. 1-in üzərinə 7, 8, 1 də yaddaydı, olacaq 9. 15, aha. Cavab belədir. 920.635.